Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Mən Yeganəm. Bugün də artıq sizlər üçün vlog çəkirəm. Bugün də eləyəcəyimiz bir çox işlər vardı. Həm bugün mamanın bank işləri var, bir sıra bəzi işlərimiz vardı. Ondan sonra baxacağıq ki, nə lazımdır, nə çatışmırsa onlar da alacağıq. Qarabağa getmək üçün çox həyəcanlıyım. Ora getsəm də təbii ki, orada da vlog gələcək, Qarabağda vlog. Ondan sonra düşünürəm ki, ondan bir gün əvvəlki vlog və s. yolculuq vlog. Bunların düşünürəm ki, hamısı gələcək. Çalışacağam ki, aktivlik yaradım səhifəmdə. Çünki imtahanlar hələ təzə bitibdi. Yəni mənim hələ bir imtahanım da qabaqdadır. Ona görə tam biraz aktiv ola bilmirəm. Belə. İndi yuxarı qalxıram, gedim çantamı götürüm, ondan sonra çıxaq. Demək olar ki, dünən bir çox şeyləri aldıq, həll elədik. Bugün də çatışmayan şeyləri alacağıq. Maşına mindik, gözləyərək. Belə gedirik. Biz artıq minmişik, liftdəyik. Birinci həkimə gəldik, mamaya görə. Hadi bu burada da açılacağım. Mama buradadır. Gözləyək, mama buradan çıxsın, gedək. Bugün çoxlu işimiz var. Buradan sonra memur əcəmiyə getməliyik. Memur əcəmidə həm banklıq işimiz var. Banka gedəcəyik. Ondan sonra olubsunki paltarlara baxacağıq. Orada çox gözəl butiklər vardı. Əslində rahat bir sportivni istəyirəm belə. Kətan, köynək, şalvar dəstidə. Ona baxacağım, görüm əgər ondan varsa, bitkən ondan götürüm. Bir də əgər yola nəsə lazımdırsa, onu da yəqin ki, bugün həll edərik. Böyük ihtimal artıq birisi gün ya da 2-3 gündən sonra uşaya gedərik. Biz artıq çıxdıq. Mama müayinəsi bitdi. İndi isə liftə gözləyirik ki, gedək. Bura çox sərindir. Getmək istəmirəm. Bəlkə mən evə gedim. Siz mənsiz davam edin. Vlogun davamını. İndi maşını gözləyirik. Maşın gəlsin. Paylaşdın mı? Videoları var. Mamam da mənim videolarımı mən paylaşmazdan əvvəl birinci elə o paylaşır. Yəni şu an mən gözləyib maşın gəlsin. İndi banka gedirik. Bankda işlərimiz var, onu həll edəcəyik. Mama işlər var, onu həll edəcək. Ondan sonra artıq baxacaq, görək nə olur. Biz banka gəldik, axırda çatdıq. Sıramızı götürdük. İndi sıranı gözləyirik. Mama burada işlərini həll eləsin. Aslında gələndə yolda itdik. Bir də 2 saat yolu tapmalı olan şeylədik. Şükür axırda gəldik, bankı tapdıq. Hələ ki oturmuşuq burada. Gözləyirik, sıramız tamamlansın. Ondan sonra gedək. Bugün də hava çox küləklidir, dəhşət küləklidir. Biz uzay bankdan çıxdıq, bankada işlərim həll olundu. Burada yerdə gedərək SY2-nin yanında çox gözəl bir mağazin vardı, hansı ki Sumka mağazini falandı. Oranı Instagramdan görürdüm neçə vaxtı. Elə mama ilə bərabər gedirik ora, bəlkə çanta götürəcəyik. Biz bu arada aclar olduğumuz üçün, üçümüz də ac olduğumuz üçün mağazin tapmağa çalışırıq. Yeni oba. Yəni 1 metrdən bir obanı görürük. Bir iki dənə şey götürək çünki acıq. Hələ də biraz gedəcəyimiz yol vardı. Ora gəlib çıxana qədər ən azından bizə tutacaq bir şey lazımdır. Sonra gedək, ki qabağımıza çıxan hər mağazindən, həm paltar mağazini olar, həm ora baxarıq, həm çanta mağazini. Da indi yol üçün nə vacibdirsə onları alaq bitirək ki, sabah olmazsa məncə birisi gün yola düşək. Mama deyir ki, buranın obası daha yaxşı. Bizim obada heç nə yoxdur. Əslində düzdür, bizim obada heç nə yoxdur. Deməli, bunların əksəriyyət heç biri yoxdur. Biz indi bazarlığımızda elədik, çıxdıq. Artıq dümdüz şəkildə gedirik. Biraz mağazin əslində uzaqdır. Burada da mağazinlər var. Yox, bunlar sadəcə yeməklər deyəsən. Bu tərəf sadəcə deyəsən restoranda, hələ ki elə də gözəl paltar yeri yoxdur. Biz buradan 2 dənə paltar götürdük. Çox gözəl 2 dənə dəst götürdük. İndi onları ödəyirik, çıxaq. Məncə daha çox evə gedək. Həm də çox yorulduq. Biz artıq maşından düşdük, gəldik marketə ki, həm evə bir neçə şey lazımdır, həm də ki, yol üçün əlavə şey götürəcəyik. Yola həm çay götürəcəyik, çay, kofe, bunun kimi şeylər. Amma sallama çayları hansı tərəfdə? Onlar mən görmədim. Sizi qoydum bura, gedək bərabər, çünki
Çox yorğunum. Bir də ki, bu ağırdır. Telefonla bərabər bunu sürə bilmirəm. Bura girdiyimizdən bəri dəymədiyim adam qalmadı. Burada şey var, belə viral olan marojnalar var, hansı ki belə 3D marojnadılar, səhv etmirəmsə. Onlar vardı. Amma mən marojna sevmirəm. Yəni sevmərəm. Mama götürdülər desəm bilmirəm. Teşekkürler Esma. Bravo. Bir şey diyeyim, mama gibi itirdim. Mama gibi itirdim. Heh, buradaymışlar, tapdım. Yok, gedək indi. Yanlarına gedək. Gözüm onlar mənim yanıma gəlsinlər. Burada dayanım. Çünki hamıya ilişirəm. Ona görə rezil oldum yetər qədər. Gözüm onlar mənim yanıma gəlsinlər. Mən tez şəkildə evə getmək istəyirəm. Yani eve gidip sadece şey olmak istiyorum ki internet bu kadar. Arada möhkəm danışıram ki, öyle bir cemaat hepsinin ki burada telefon var da, dəli deyiləm öz-özümüz. Neyse, sizi buradan götürürüm. Biraz da elimde gezdireyim. Axırda paxlava götürdük. Neçə vaxt paxlava istəyirdim. Sağ olun. Teşekkürler. Bunu da götürdük. Yok. Mən demək olar ki, neçə vaxt paxlava istəyirdim. Bizim qaldığımız yerdə də belə Oba marketdən başqa elə də future marketlər yoxdur da. Dəhşət çox istəyirdim. Axırda tapa bildik bu rahatda. Artıq demək olar ki, evə gedirik. Məncə alacağımız şeylər bitdi. Ucu sürə bilmirəm maşını. Hər gözləri. Bir də yuxum gəlir ki, çox pis yuxum gəlir ha. Dəhşət. Evə getsəydim yatardım. Evə yatmaq istəmirəm. Hava biraz açılsaydı hovuza girərdim. İndi gəldik, bu rayondayıq. Bizim ən favori rayon. Buradan da bir iki şey götürəcəyik ki, yol üçün nə lazımdırsa onu götürək. Deməli dostlar, biz evə gəldik. Bugün konkret deyim ki, bugün getdik birinci xəstəxanaya getdik. Ondan sonra hospitalda da şeydə harda yerləşirdi? Avropa Beynəlxalq Hospitalına getmişdik. Oradan işimizi həll edəndən sonra getdik inşaatçılara ki, bank işi bizim olduğumuz filial ki inşaatçılardaydı deyə. İnşaatçılar getdi, orada bank işini həll elədik. İnşaatçılardan üzü Memar Əcəmiyə doğru gedərkən orada bir iki mağazina girdik ki, yəni əslində ağlımız, yəni fikrimiz şey idi ki, belə inşaatçılardan Memar Əcəmiyə doğru gedək. Memar Əcəmidə paltara baxaq və s. ayaqqabıda, sumkada onlara orada baxaq. Ancaq belə yol üstü butikləri gəzdik. Elə butiklərdən də paltar götürdük. Davam eləmək istəyəndə təəssüf ki, çox yorğun olduq. Mən addım ata bilmirdim. O dərəcədə yorğun idim. Amma gəldik, burada mağazində gediləcək, alacaq nə lazımdırsa onları aldıq, elədik ki, yola lazım olacaq da. Sonra bir dənə Türk paxlavası aldım əsas. Türk paxlavasını neçə vaxt istəyirdim. Bizim bu ətrafda satılmır. Demək olar ki, ümumiyyətcə Türk paxlavası heç, belə şirniyyat kimi şeylər heç nə yoxdur da. Evimizdən uzaq məsafədədir. Axırda Türk paxlavası aldım. Bir kruasan aldım. Buradan ilk dəfədir belə bir kruasan alıram. Yəni amma dadı çox gözəldir. Biz ən ləzzətli kruasanlar bilirsiniz harda olur? Nərimanov metrosunun altında kiosk var da. O kioskun içində belə ya bu boyda ya da bundan biraz daha yekə şəkildə kruasan satırlar. Həm şokoladlı, həm də ki belə kremalı şəkildə. O çox dadlı olur. Düzdür, bu o şəkildə lap dadlı deyil, amma yəni biraz oxşaya bilər. Yəni biraz ola bilər. Yani biraz beğendim. Belki de acam diye beğendim. Bilmiyorum ama ben beğendim. Şimdi çayımızı içelim. Bak göre sonra ne olur. Gelin. Bir tane bunun oturuşuna bakın. Ne o bir pilleken gelse bura. Gel oturur burada. Deməli dostlar, biz axırıncı dəfə günorta bərabər çay içirdik. Ondan sonra mən yuxarı qalxdım. Hansı ki bir imtahanım var, ora hazırlaşırdım. Elə onu da yuxarıda buraxdım, düşdüm aşağı. Çünki həm dünənki videonu, həm də ki bugünkü videonu editləməliyəm. Artıq editləməyə başlamalıyam. Çünki sonra qalsa artıq qalacaq. Və bu videonu da burada yekunlaşdırıram. Ümid edirəm ki videolarımı bəyənərsiniz. Əgər bəyənirsinizsə kanalıma abunə olmağı, bəyənməyi unutmursunuz. Həmçində bunu qeyd edim ki, eyni aktivlik məndə Instagramda da vardır.
O səhifəmi də qeyd edəcəm aşağı. Oradan da girib takip edirsiniz. Sizi çox öpürəm. Sağ olun.